Təbii ki, zolaqları dəyişərkən ilk öncə dönmə göstəricimizi qoşmağımız çox vacibdir. Dönmə göstəricisini qoşmaq o demək deyil ki, sizə üstünlük verir ki, dərhal kimisə zolağına keçəsiz, kimisə yoluna keçəsiz. Bu bizə heç bir üstünlük vermir. Digərlərini məlumatlandırır, xəbərdar edir ki, mən zolağı dəyişəcəm, yaxud dönəcəm. Zolaqdan zolağa keçərkən ilk dönmə göstəricisini yandırdıq, sonra yandırdığımız tərəfə, yəni dönmə göstəricini yandırdığımız tərəfdən güzgüyə baxmalıyıq. Təbii ki, güzgüyə boşu-boşuna baxmırıq. İlk dərslərdə biz güzgü vərdişləri öyrənirik, sonra güzgünün təhlükəli, təhlükəsiz hissələrini, sonra güzgülərdə avtomobillərin məsafə və sürətini öyrənmişik. Düzdür Zeynəb? Xatırlayırsan onları? Təbii ki, Zeynəbin son dərsləri nədir? Bəli, bəli. Və güzgüyə baxırıq, oradakı avtomobilin olmadığını, yaxud uzaqda, yaxında olduğunu, bizdən nə qədər aralı və bizdən sürətli olub-olmadığını təyin edib zolağı dəyişməliyik.